Adamların fəryadının səsinə gəldik. Çox faciəvi bir gün yaşadıq. Xəbəriniz var da, yəni bu ittihamlardan? Əgər olubsa belə, yenə dediyim kimi Noyabrın 21-də paytaxtın Yasamal rayonu Mirəli Seyidov küçəsində yanğın baş verən və 3 nəfərin həyatını itirdiyi çoxmərtəbəli yaşayış binasının qarşısındayıq. Hazırda binada ümumiyyətlə yaşayış yoxdur və bütün sakinlər qohumlarının, yaxınlarının evlərinə köçürülüblər, məskunlaşıblar və bina tamamilə qaranlığa qərq olub. Hal-hazırda qohumların evində məskunlaşırıq, amma vəziyyət odur ki, dünən çox acınacaqlı, çox faciəvi bir gün yaşadıq. Təəssüflər olsun, 3 sakinimiz dünyasını dəyişdi. Aidiyyatı qurumlar araşdırma aparıb cəzasını verəcəklər bu hadisəyə səbəb olan şəxslər. Gördüyünüz kimi binanın bütün işıqları sönüb, binada bütün kommunikasiya xəttləri kəsilib. Yəni hal-hazırda yaşayış mümkünatdır. Adamların fəryadının səsinə gəldik. İniltisi qışqırırdılar. Elə hələ də o səslər qulağımdan getmir. Kömək istəyirdilər. O yuxarıda 12-ci mərtəbə boğuluruq. Bina sakinləri bir mənalı olaraq hadisənin baş verməsinə səbəb kimi birinci mərtəbədəki restoranı göstərirlər və bildirirlər ki, problem məhz buradan qaynaqlanıb. binadan tam ayrı elektrik xəttə çəkilibdir. Yəni heç bir aidiyyəti yoxdur elektrik sistemi. Həmin şəxslər dövlət orqanlarının tam rəyi çıxmadan böhtan atırlar ki, binada baş verən yanğının əsas səbəbi sizin restoranınız olub. Belə bir ittiham vardı. Sakinlərdən biri deyir ki, binanın zirzəmisi hansı ki bizə məxsusdur, restoran tərəfindən ora zəbt olunub və restoranın o mətbəxindəki müəyyən o elektrik qızdırıcılar və digər vasitələr orada yerləşdirilib. Zirzəmi həqiqətən zəbt olunmayıb. Ərazimiz nədirsə, biz onunla istifadə edirik. O zirzəmi Onların dediyi o zirzəmidə sizə aid nəsə bir elektrik vasitələr varmı? bu barədə məlumatım yoxdur. Qeyd edim ki, binanın ətrafı hazırda polis əməkdaşları tərəfindən təhlükəsizlik və müəyyən araşdırmalar səbəbilə nəzarətə götürülüb. Hazırda istər binaya, istərsə də restorana daxil olmaq mümkün deyil. Sizin əməkdaş bir müsahibə vermişdi, səsli formada bildirirdi ki, bizim restoranda heç nə yanmayıb, tam salamatdır. Müəyyən səbəblərdən daxil olub ora müşahidə edə bilmirik. Vəziyyət hazırda necədir sizin restoranda? Həqiqətən yanmayıb, heç nə yanmayıb. Vəziyyəti tam deyə bilmərəm. Siz görmüsünüzmü içərisini? Hazır necədir? İçərisi tam demək olar ki, əgər olubsa belə, yenə dediyim kimi İddia var idi ki, sakin tərəfindən ki, bizim sakin getmişdi ora, orada iyi gəlirdi, gedib ki, görsün nədir, restoran əməkdaşları tərəfindən həmin sakin döyülüb. o həmin şəxs gəldi, elektrikin açarını istədi. Həmin şəxs içki vəziyyətdə olduğu üçün ona görə də biz açarı vermək istəmədik. Biz onu yönəltdik komendanta, o gəldi, zor tətbiq elədi, hətta əlindəki tualetlə qapını sındırmağa çalışırdı. Onu döydünüzmü? Elə bir hal baş vermədi. Sadəcə onu zərərsizləşdirməyə çalışdıq. Yəni döyülmədi. Xeyr, döyülmür. Belə başa düşdüm ki, hazırki vəziyyətdə sakinlərin o səsləndirdiyi iradalar, iddialarla bağlı hamısını təksib edirsiniz, inkar edirsiniz və deyirsiniz ki, araşdırmalar gözləyək. Araşdırma aparılır. İnşallah öyrənəcəyik ki, bu yanğın hadisəsinin səbəbi nə hardan olub.